Mən kənddə yaşayan cavanlar qrupuna öz təşəkkürümü bildirirəm. Sağ olsunlar, canlar sağ olsun. Rusiyada yaşayan cavanlar qrupuna və başda Samir olmaqla hamısına təşəkkürümü eləyirəm. Əziyyəti kimin keçib bu işdə hamısına sağ olunu bildirirəm. Çox sağ olsunlar hamısı. Etsin. Haqqlarını halal versinlər. Hə, halal olsun ağa. Toy şan elə içində. Deməli ümumilikdə 1000 manat sənin özünə verilir. Gedib bir otağın polu, patoloku, bir də şunur sistemi alıbsan. Qalan ustanın əl haqqıdır, şışıq ustasıdır, sementdir, əl haqqıdır. Bunlar sonradan indi mən açıqlama verəcəm. Səsli şəkildə siyahıya baxıb yaddaşımda saxlaya bilmirəm. Deməli Allah xeyir versin etsin. İçində toy elə, can sağlığından. Əslində bir otaq demişdik. Bir xuna, kaldor, seyf qapı, çöl aynalar hamısı getdikcə düzəldi, canları sağ olsun. Deməli burada aktiv iştirak edən Rusiyada yaşayan gənclər qrupu, Samir Kərimov, bir də Köçəskərin balaca qrupu var. 100 nəfərlik. Oradan bura dəstəklər oldu, istər maddi, istər material cəhətdən dəstək oldu. Deməli 1000 manat sağ gəlib, 1050 manat mənə gəlib Rusiyadan, 2050 manat. 530 manat da kənddən verilibdi, nəqdi pul olaraq. 2580 manat pul gəlib. Onun içində 80 manatı elə bir 20 manat Bayram qardaş, Əlbaba qardaşı abet pulu verdi. Telefonla danışdırdım səni ki, aynaya göndərən oğlan. Yəni elə bir 2000 manat Rusiyadan təmiz pul gəlib. 530 manat da kənddən gəlib. Sənin bir belə remontun 2530 manatdır qardaş. Sağ olsun, var olsunlar. Sözümüzə kömək oldular, səsimizə səs verdilər. Sənin bu evin remontunda əlindən gələn elədilər. Canlarına dəyməsin, o cümlədən yəni sənin də böyük rolun var. Mənim heç bir şeyim yox. Sadəcə getdim, gəldim. Bu epizodda da Samir mənim yanacaq pulumu artıqlamasından göndərib. Samir Kərimov. Hə, mənim əziyyətim halalın olsun. Əsas odur ki, mən ucuz qiymətə ustalar, Orxan usta, Arzu usta, hamısına yalvar yapış, elektrik, Elvin sağ olsunlar, yarı qiymətinə, hörmətə bu işlər belə görüldü. Yəni 2500 manata bir belə iş görülməz bu zamanada, amma onu hörmətə, xahişlə, yalvar yapışla bir təri endirimlə yoluna qoyduq. İndi burada gedən işlərin hamısında mən onlara siyahıya baxıb qrupa öz məlumatımı ötürəcəm. Kəndimiz böyükdür, yaxşı insanlar çoxdur. Arada bir söz gəp çıxartmaq istəyənlər də var. Onların Allah canını sağ eləsin. Onlar olmasa yaxşılar bilinməz. Örüyümüz də pis gündə örülmüşdü. Bayram qardaş göndərdiyi simentin 10 kisənin 9 kisəsi kaldora getdi. Sağ olsun, o biri indi mən işıqlandıracağım. Qoca qardaş 50 manat, Emin Babayev 100 manat, Kərəm Tahiroğlu 20 manat, Elvin Elçin qardaşı 360 manat TV'dən xunanın patoloku, işığı, patolokun şurupu, sementi, ustanın əl haqqı, işıq çəkən ustanın əl haqqı. Yəni xunada nə var? Onu Elvin Elçin qardaşlar TV'dən. Mikail qardaş pol verdi. Polluq taxta verdi Mikail Haqverdoğlu. Elnur Molla Ləhbərin oğlu 8 dənə mil verdi. Elmir Seyf qapı verdi. Nazim mağazinçi Rəhimov sağ olsun, təmənnasız gecə getdi Yaxsavadan o milləri gətirdik. Bax, yəni xırda para çox işlər olub, canları sağ olsun, Allah əvəzini versin. Ustanın da indi Bayram qardaşa zəng vururam, Bayramla raşıdlaşacaq, sənin heç bir şey yoxdur. Sənin bu evə qəpiyin çıxmayıb qardaş. Mən özüm imkan verməmişəm ki, məsələn, qumun çatmadı, mən bugün tırtırla getdim ki, sənin bu evə yəni ki 10 manat, 20 manat heç bir xərcin çıxmayıb. Burada bu əziyyəti Rusiyada yaşayan oğlanlar, bir də kənddəki balaca 100 nəfərlik qrup çəkdi. Dalışıda Allah sənin köməyində olsun. Evinə köçəndə otağın zamaskasını Habil deyib mənlikdir. Xunanın kaldorun zamaskasını da Rövşən qardaş, Vahid kişinin oğlu Qasımov. Bax, o dedi mənlikdir. Evinə köçəndə xəbər elə, zamaskanı da birinə xahiş elərik. Bir də nə bilim, indi bir baxım lazım olar, nə olar? Sən çalış, tez köç. Biz sən yenə evə köçəndə gücümüz nəyə çatsaq kömək eləyəcək ki, bir balaca da dəstək edərik. Heç nə, Allah xeyir versin qardaş. Yəni, canı sağ olsun, kəndinin lobasını təmənnasız istəyən oğlanların. İndi mən bu videoyu qrupa atacağım. Birazdan da səsli şəkildə kim nə eləyib kənddən, oradan hamısını siyahıya da atacağım ki, qoy məlumatları olsun. İlin axırında Samir qardaş asot eləyəndə məsələn deyir ki, bu qədəri şeysinə görür. Sənin ümumi bir belə remontun 2500 manat tufqada. Yəni bir məlumatın olsun. Can sağlığından sağ olsun. Bayram Əlbaba qardaşlar aynaya pay göndərdilər. Var olsunlar. Maman oğlu
Emin Rövşən Saqifoğlu 180 manat o aynaya göndərdilər. Şahmar Yaşaroğlu, Puldayşan Yaşaroğlu 100 manat göndərdi. Ramin Meytiyev 65 manat bir pol ustasına o 50 verəndə, 15 manat da tırtıra İmrandan stol getdi. Sonra Vüsal Taksi Kakalım 25 manat aynana köməkdarlıq elədi. Ruslan Ceyhunoğlu 100 manat atdı. Kaldorun 3 mili satmırdı. 3 tane de sement aldıq, bir də qazel pulu verdik. Hə, yox, Misirlilərdən Ruslan Ceyhunoğlu. Deməli 23 fevral Kişilər Bayramı İbişlə Mikail 100 manat stol açdırdı. Bax o qardaşların əziyyəti var. Əllazov Babaş Yusufoğlu 50 manat suvağına göndərdi. 50 manat da Elnur Malikoğlu, Məlik işin oğlu Elnur otağın suvaq haqqını göndərdi. 35 manat da Orxan Ustaya cibxaçlığı verdi. Babayev Emin Nazimoğlu 100 manat atmışdı. Həmin 100 manatın 50'sini elektriyə otağına verdik, əl haqqı.